Bu ölkəni istənilən müharibə ilə işğal etmək demək olar ki, qeyri-mümkündür. Bu, keçmişdə hər müharibədən kənarda qalmış bir ölkədir, İsveçrədir. İsveçrəni işğal edilməsi nə qədər çətin edən nədir? Birincisi, İsveçrənin Alp dağlarından təbii bir müdafiəsi var. Xarici ordular sərt şərait və bu ölkənin güclü təbii müdafiələri ilə qarşılaşmalı olacaqdılar. Bundan əlavə, 20-ci əsrdə onlar dağların dərinliklərində bunkerlər, tunellər və gizli silah sahələrindən ibarət nəhəng bir müdafiə sistemi qurdular. Nəinki bu, həm də onlar milli sərhədlər boyunca minalar yerləşdiriblər. İşğal olunduğu təqdirdə sistem partladılacaqdır. İsveçrə neytrallıq siyasətini qoruyur. Onlar NATO və ya Avropa İttifaqı kimi hərbi və ya siyasi ittifaqlarda iştirak etmirlər. Birinci Dünya Müharibəsi və İkinci Dünya Müharibəsi zamanı bütün Avropa hakimiyyət uğrunda döyüşərkən İsveçrə təhlükəsiz və toxunulmaz qaldı. Nəhayət, İsveçrə dünyanın bir çox ölkəsinin aktivlərini saxladığı bir yerdir. İsveçrəni işğal etmək beynəlxalq aktivlərin itirilməsi riskinə səbəb ola bilər.